Hər biri üçündür. Deməli, ilk öncə cavan pasientlərimə tətbiq edərkən, yəni pasientin əlbəttə öz istəyi ilə, üzdə kosmetologiyada mən heç vaxt pasientə bu sizə vacibdir deyə bilmərəm, həyati göstəriş yoxdur. Amma bu pasientlərdə dərimizdə 5 ildə bir yatırım edirik sanki. İnanın, mən onu, yəni yaşlı xəstələrdə çox gözəl effekti görürük. Yəni 2 həftə sonra gəldikdə artıq həqiqətən sallanmaların yox olması, rəngi açılması, bu hələ deyirəm pasient, hələ bu harasıdır, hələ siz 6 ay daha gözəl effektlər görəcəksiniz. Amma bir də var patologiya üçün müraciət edən, ləkə, səpki olsun, çapıq olsun, post akne izləri olsun. Burada da çox mükəmməl effektlər malikdir. Səhifədə biz o nəticələri paylaşırıq ki, yəni 14 gün sonra o çapığı, keloidi başqa bir prosedurla heç vaxt o nəticəni ala bilməzdik. Düzdür, onu bir 10 seans başqa müalicə ilə eləyə bilərdik, biorevitalizasiya, amma bir seans kök hüceyrə onu həll etdi, belə deyərdik. Niyə dolğu və botoksdan daha təbii görünür? Yəni kök hüceyrə olan sima, dolğu olan, botoks olan, düzdür, dolğu, botoks hamımızın o dirə vazgeçilməzdir. Bəli, hər birinin öz yeri vardır. İmtina eləyə bilməyəcəyiniz prosedurlarda. Amma istənilən halda sanki dolğu, botoks daha belə bizi, belə deyim də, süni göstərə bilirsə, təbii göstərən yeganə həmin o prosedur kök hüceyrədir. Bəli, çünki kök hüceyrə dərin qırışların açılmasıdır, mimik itməsidir, dolğu ilə şişkinlik verməkdirmi, sərtçənə yaratmaqdırmı məsələn. Bu şeylərin heç birini kök hüceyrə eləmir. Kök hüceyrə sadəcə olaraq rəngimizin açılması, fibroblastların oyanması, hər gün 5-7 il, hər gün, hər saat bizdə böyümə, yenilənmə gedir. Bu nə deməkdir? Dərimiz daimi olaraq cavanlaşır, yenilənir. Hər o pasientlər yuxudan durub özlərinə baxdıqda dünənkindən özlərini daha gümrah, daha gənc görürlər. Yaşlılardan 10 yaş daha cavan qalırlar. Yəni bu net olaraq bütün pasientlərdə bu var.